Zəlzələ surəsi Mədinədə nazil bolğan. Cəmi 8 ayət. Nəhayət şəfqətlik və mehriban Allah'ın ismi bilan başlayman. Zimin qattiq təvritilgəndə, zimin qoyundakı yüklərini, yəni mədənlər, otlar, ölüklərini çıxarğanda, insan onunğa, yəni ziminğa nima boldi degəndə, bu kunda zimin özünün xəbərlərini, yəni onun üstüdə işlənən yaxşı yaman işlərini məlum qılıdı. Onun məlum qilishi Pərverdigarının onu şundaq qilishqa əmr qılğanlığıdındır. Bu kunda kişilər qılğan əməllərinin nəticəsini görüş üçün top bulub tarılıb ketidi. Kimki zərriçilik yaxşı iş qılıdı ekan, onun mükafatını görüdü. Kimki zərriçilik yaman iş qılıdı ekan, onun cazasını tartıdı.